oyuncaqlarımı çox sevirəm. Onlarla vaxtım çox yaxşı keçir. Balaca ayım, dovşanım, pişiyim var. Hələ bu gəlinciyimlə daha yaxşı dolanırıq. Mən onu geyindirirəm, saçlarını darayıram. Onun üçün mahnı oxuyub, şeir də deyirəm. Ancaq anam deyir ki, mən mütləq kitablarla da vaxt keçirməliyəm. Onları oxumalıyam. Çünki bütün oyuncaqlarımla kitablarda da rastlaşa bilərəm. Anamın dediyinə görə kitablarda da ayılar, pişiklər, dovşanlar, gəlinciklər var. Həm də kitab oxumaq uşaqlıqdan mənim yaxşı danışmağıma kömək edəcək. Dünyaya yaxşı baxmağıma səbəb olacaqmış. Bir gün mən eşitdim ki, anam qonşumuz Sarı xala ilə söhbət edərkən dedi: "Ay Sarı, uşaqlar üçün kitablar da çox azdır. Bizim vaxtımızdakı qədər indi kitab yoxdur. O vaxtdan qalanlar da köhnə əlifbaladı deyə indiki uşaqlar oxuya bilmirlər. Mən belə istəmirəm. Bizim üçün də kitablar çox olsun istəyirəm. Anamın uşaqlıqda oxuduqlarını mən indi oxumaq istəyirəm. Həm də istəyirəm ki, dünyanın başqa ölkələrində də uşaqlar nə oxuyursa, mən də onlardan öz dilimizdə oxuya bilim. Nə qədər oyuncaqlarımı sevsəm də, böyüdükcə kitabla daha çox vaxt keçirməli olduğumu bilirəm. Bəs görəsən, mən istədiyim zaman, istədiyim kimi kitablar tapıb oxuya biləcəyəmmi? Leylanın danışdıqları və arzuları hazırda ölkəmizdə kitab və ədəbiyyat sahəsində ən ağırlı yerlərimizdən biridir. Uşaq ədəbiyyatı diqqətdən xeyli kənarda qalıb. Uşaqlar üçün yazılan kitabların azlığı və tanınmaması bir yana, əvvəllər çap olunmuş kitabların da tapılması, köhnə əlifba ilə olduğuna görə isə oxunması çox çətindir. Bundan başqa, dünyanın başqa ölkələrinin uşaq ədəbiyyatı nümunələrinin də dilimizə tərcümələri yox dərəcəsindədir. Hamımızın qəbul etdiyimiz kimi, uşaqlar bizim gələcəyimizdir və bu gələcəyin yaxşı olması üçün mütləq onların mütaliəli və təhsilli böyüməsini təmin etməliyik. Məhz buna görə də bu sahəyə diqqət ayırmağın əsl zamanıdır. Biz də kitab oxumaq istərdik. Biz də kitab sevərlər qrupu olaraq bu sahəyə kiçik də olsa əmək vermək istədik. Harper Lee'nin Bülbülü öldürmək romanını köhnə Kiril əlifbasından yeni Latın qrafikalı əlifbaya çevirməklə bir təcrübə qazanan və bu sahəyə artıq bir töhfəsini vermiş olan qrupumuz bu dəfə dünya ədəbiyyatından seçmə uşaq hekayələrini dilimizə tərcümə etməyi qərarı aldı. Kitab sevərlərin tərcümə qrupu bu işi öz öhdəsinə götürərək dünya ədəbiyyatından seçmə hekayələr seriyasının 3-cü cildi olan Gəlincik evi adlı uşaq hekayələri toplusunu ərsəyə gətirdi. Kitabda xeyli gözəl hekayələr toplanıb. Uşaqlar üçün, elə böyüklər üçün də maraqlı olan xeyli hekayə oxunmaq üçün sizləri gözləyir. Dünyanın ayrı-ayrı ölkələrinə məxsus uşaqların oxuduğu hekayələri öz uşaqlarımız üçün tərcümə eləyib nəşr etdirdik. Bütün valideynləri bu kitabdan yararlanmağa, bu kitabı öz övladlarına oxumağa və oxutdurmağa səsləyirik. Gəlincik evimiz mübarək.